Deməli, söhbət nədən gedir, dəyərli həmvətənlərim? Söhbət nədən gedir? Deməli, bəzi geri zəkalılar, hansı ki, mən çıxış eləmişəm ki, Gəncədə Elgünü necə elədilər, məhv elədilər, onu polislər başına nə oynaşdı? Bir daha təkrarlamaq istəmirəm. Yəni, 3 milyona yaxın adam təkcə bir səhifədə baxıbdır. Əksəriyyət adamlar da mənə haqq verir. Əksəriyyət adamlar mənə haqq verir. Sadəcə olaraq bəzi məsələlər var ki, ona mən diqqət yetirmənizi istəyirəm, dəyərli həmvətənlər. Deməli, bəzi geri zəkalılar orada yazıb ki, və bəzi keçmişi polis olan bəzi yaramazlar video çəkib ki, polis Elgünün mesajını silmişdirsə, niyə geri qaytarırdı? Özünü nifraf çıxartmaq üçün. Necə qaytara bilər axı onu polis? Ya silmişdilərsə kimsə necə qaytara bilər? Hələ utanmadan deyirlər, polisdən böyük gücümü var. Qaytarsın. Özünü ifşa eləmək üçün mü eləyib bunu? Və buna cavab verirəm. Birinci dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. Birinci 10 il civarında, hələ bəlkə də 10 ildən artıqdır. Yəni, bilirsiniz, pasportlarımız 5 ildən 10 ildən bir dəyişirsə, bütün Azərbaycanın pasportlarında barmaq izi var. Barmaq izi var, barmaq izi. Yəni, haradasa kimsə bir hadisə olan zaman ona dəyən əllərin barmağının izini götürən kimi, sıraz barmağın izini götürən kimi, onu kompüterə vuran kimi məlum olur ki, bu barmaq izi filan pasportun üstündə olan barmaq izidir. Filan şəxsiyyət vəsiqəsinin üstündə olan barmaq izidir. Və 10 dəqiqə adamı tapırlar. Kimdir bu hadisəni törədən? Bu birincisi. Bəzilər deyir, axı, nə təri tapdı, nə təri şey oldu, polis öz-özünü ifşa elədi. İkincisi, telefondan mesajların qaytarılması. Telefondan mesajlar bütün kriminalist ekspertizalar, kriminalistlər tərəfindən sırası qaytarıla bilir. Hələ format olunmuyubsa telefon, hər şeyi dərhal qaytara bilirlər. Bir neçə saniyə, dəqiqə lazımdır. Üçüncü, o polis niyə öz-özünü ifşa eləsin deyənlərə deyirəm. Polisdən böyük qüvvə mi var deyənlərə deyirəm. Bəs deyirəm, hadisə rezonans doğurdu. Bütün hüquq mühafizə orqanlarının başında kimdir? Baş prokuratura Kamran Əliyev. Nə olsun mən ondan zəhləm gedir? Bütün hüquq mühafizə orqanlarının başında oturubdur. Müdafiə nazirindən belə, Əli Nağıyev, daxili, TTK, bütün güc nazirləri hamısı ona tabidir. Birinci yerdə prezidentdir, ikinci yerdə deyək vitse-prezident, üçüncü yerdə baş nazir, dördüncü yerdə baş prokuror gəlir. Müdafiə naziri, sonra baş prokuror, baş prokuror, sonra müdafiə naziri. Və deyən həmvətənlərim, və bilirsiniz ki, bilməyənlər də bilsin ki, sıralama belə olsa da, Rusiya və Əliyevlər, Əli Nağıyevə sıralamada polisdən dalda olsa da DTX xidmət geçsə də, Əli Nağıyevə elə volya veriblər ki, Vilayət Eyvazov Əli Nağıyevi görəndə Bismillahdan addımlayır. Yəni, axı siz eşitdiniz ki, rezonans doğurdu. İlham Əliyevin çox qozunadı. İlham Əliyev neçə polis idi, nə idi, nə döyülüydü. Sırası 3 qurum, baş prokuror, 1. İkinci, Devlət Təhlükəsizlik Xidməti, 3-cü, Daxili İşlər Naziri komissiya yaratdılar. Mesajlar qaytarıldı dedim və bilindi ki, bu videonu çəkdiyinə görə onu öldürüblər. Və deyəndən, əlbəttə ki, hadisəni örtbasdır eləməyə çalışacaqlar. Amma onu da nəzərinizə çatdırın ki, bunu ölkənin lap yuxarı başından bu xəbəri mənə verməkdən, mən bunu yayımlamaqdan, axı mən sizə demədimmi ki, 2 gün öncə İlham Əliyev hər cürə üzrxahlığa hazırdır. Vilayət Eyvazovun boynuna tərtər hadisələrin bir hissəsini, bütün siyasi məhbusları, bütün ölkədəki faciələri, Gədəbəydən tutun, İmişliyə qədər,
bütün faciələri Vilayət Eyvazovun boynuna qoyub, Vilayət Eyvazovu yola salmaq istəyirlər. Bəs sizə demədimmi ki, bu Vilayət Eyvazov bütün qışı yaza qədər polisləri mərmərmələtmişdi. Hamısı hara baxırdım polis qar təmizləyir. Hara baxırdım polis Bakıda su və rayonlarda suyun altında qalan adamları polislər fövqələdədən betər girib suyun içindən insanları çıxardır. Və polis imicini düzəltmə. Məni kimi bir adam belə polislərə çıxdım, təşəkkür elədim. Polislər qış yaza qədər imicini düzəltmək üçün suyun qarın içində oldu. Vilayət soxdu ora. Amma bir dənə qabil çıxış elədi. Gerçəyi açdı, qoydu ortaya. Təcə bir səhifədə bir kanalda 3 milyon adam baxması o deməkdir ki, ölkənin yarıdan çoxu baxır. Hələ yarıdan çoxu bir kanalda. Və artıq polisin o viloş qara suya soxaraq polisin imicini düzəltmişdi. O da batdı, getdi. İndi təzdən vilayət arzu elə ki, dua elə təzdən yağış yağsın, Bakı suyun altında qalsın, yenə polislər nənələri yolu keçirsin, nə bilim, sudan çıxarsın, evdən çıxarsın, yenə imic düzəlsin. Hə, etməyin də belə. Axı mən həqiqəti deyirəm. Vilayətin vurulmağını nəzərə alın. Mənə bu həqiqəti ötürdülər ki, vilayət pis vəziyyətdə qalsın. Mən bunu açıq deyirəm. Mənə bu xəbəri götürənlər məni daha da ucaltmaq, o ölkənin başına gəlməyimi istəyənlərdir. Əlbəttə ki. İlham Əliyev gedir. Bəs kimsə böyüməlidir, xalqın gözündə hakimiyyətə gəlməlidir. Deyilənmədənlər. Görün, təyyarə qəzası olur, qabil sırazı deyir. Hamısı qabil deyən olur. İlhamı vurmaq istəyirlər, qabil deyir, sırazı mən deyən olur. İbrahim Rəisi təyyarəsi vurulur, sırazı deyirəm ki, hamısı ölübdür. Özü Əliyev vurdurdu. Mən bunların hamısını bilirəm axı. Bunların hamısını mən deyirəm, bilirəm axı, dəyərlənmətələrim, dəyərli soydaşlarım.